Allah'dır dünyanın böyük rəssamı. Hərəyə bir baş, iki əl-ayaq çəkib, eyni cizgidən yaradıb insanı. Amma min fərqli tale ürək çəkib. Fırçası bəxtdir, boyası zamandır. Bu haqda yazılıb xeyli bir mövzu. Bu böyük əsərdə hər kəs bir andır. Həmən o anlardan biridir arzu. Bugün sənin düz 60 yaşın oldu. Çox sirkələdi səni zalım fələk. Bir tərəfdən o səni yetim qoydu, bir tərəfdən qoşdu bir sevən ürək. Boyandı o ağ qaralı həyatın, yarandı yaşamaq üçün yeni həvəs. Baba etdi səni hər bir övladın, imarət oldu qəlbindəki qəfəs. Kamil insan bildiyini danışar. Səfehin sözündən dönməz çənəsi. O kəs ki səbr ilə qulaq asar, hikmətlə doludur onun sinəsi. Az danışıb çox anlayanlardansan, səbrinlə, təmkininlə seçilirsən, baxışlarınla çox vaxt danışarsan. Elə buna görə çox dəyərlisən. Ustad deyirlər sənə el içində, daş da, dəmir də əyilər qarşında. Ömür yükü yığılsa da üst-üstə, əyilməz iradən heç bir yaşında. İnsan var, hiss etmir gülün ətrini. İnsan var, bal düzərdir acı otdan. Sən bilmisən çörəyinin qədrini, bu yüzdən səni çox sevir yaradan. Həqiqət geynincə öz əynini, böhtan dolaşır dünyanın yarısını. Tanrı özü qorusun şərdən səni, şeytan bulamasın təmiz adını. Hər işığın kölgəsi var yanında. Sən yanan çırağısan kölgələrin, daima olasan öz ocağında. Hər an başında durasan ailənin. Atanın adın yaşadar övladın. İnşallah onun da bir oğlu olsun.
uzanıb açsın sənin qol budağın, arzu Şamil oğlunun toyu olsun. Uzun olsun ömrün axan çay kimi, sağlam olsun canın, başın, ürəyin, gözəl olsun hər günlərin ay kimi. Budur sənə ürək sözü Azərin.